ABŞ-Ermənistan hərbi əməkdaşlığı davam edir. Birləşmiş Ştatlar bu yay Ermənistandakı hərbi bazalara və poligonlara hərbi texnika göndərməyi planlaşdırır. Bu da regionda geopolitik tarazlığı dəyişdirə bilər təbii ki. Bəs niyə görə Vaşinqton Ermənistana hərbi texnika göndərir? Digər tərəfdən, Birləşmiş Ştatlar və Yəmənin Husilər hərəkatı arasında gərginlik artır. Martın 15-də ABŞ Husilərə hava hücumları təşkil etdi. Husilər isə cavab olaraq Amerika gəmilərinə zərbələr endirdi. Bu hadisələr Vaşinqton və Tehran arasındakı münasibətlərə də təsir edə bilər. Rusiya-Ukrayna müharibəsinə gəlincə, danışıqlar ümid yaratsa da, savaş hələ də davam etməkdədir. Tramp və Putin arasında gözlənilən telefon danışığı müharibənin gələcək taleyini müəyyən edə bilər. Bütün bunlar və daha çoxu haqqında siyasi icmalda ətraflı şəkildə danışmışıq. Siz də ətraflı şəkildə məlumat əldə etmək istəyirsinizsə, aşağıda yerləşdirdiyim videoya keçid edərək izləyə bilərsiniz.